Hər vaxtınız xeyir. Bugün fevralın 2-dən 8-dək olan həftəlik astroloji xəritə ilə qarşınızdayıq. Göy üzündəki hərəkətlilik bəzi bürclər üçün gözlənilməz qapılar açır. Bəziləri üçün isə ciddi xəbərdarlıqlar var. Gecikmədən həftənin vacib proqnozlarına keçək. Bu arada yeni videoları və növbəti həftənin fürsətlərini qaçırmamaq üçün kanala abunə olub bildirişləri aktiv etməyi unutmayın. İndi isə başlayaq. Dolça. İdeya mərhələsində olan layihələriniz üçün maliyyə dəstəyi tapmaq şansınız yüksəkdir. 3-5 fevral tarixlərində rəqəmsal investisiyalar sizə gələcəkdə qazanc gətirə bilər. Lakin dostlarla şərikli işə girməkdən çəkinin. Sevgidə intellektual söhbətlər sizin üçün daha önəmli olacaq. Həmfikir olduğunuz biri ilə gözlənilməz yaxınlıq yarana bilər. Sağlamlığa qalıqda isə sinir sisteminiz həssasdır. Qan dövranı problemləri və ayaq nahiyəsindəki damar dartılmalarına qarşı diqqətli olun. Tərəzi. Unudulmuş bir borc qəfil geri qayıda bilər. Bank işləri və vergi məsələlərində ehtiyatlı olun. Xırda detalları qaçırmaq sizə baha başa gələ bilər. Sevgidə bu həftə net bir addım atmalı olacaqsınız. Subay tərəzilər üçün köhnə bir tanışın fərqli tərəfini kəşf etmək yeni bir sevginin başlanğıcı ola bilər. Bel və böyrək nahiyənizi soyuqdan qoruyun. Bol su içmək bu həftə mütləqdir. Oxatan. Karyeranızda yeni fürsətlər yaranır. Xarici əlaqələr və ya uzaq səfərlərlə bağlı yeni iş təklifləri ala bilərsiniz. Maaş artımı istəmək üçün cümə axşamı ən uğurlu vaxtdır. Sevgidə macəra ruhunuz sizi yeni insanlarla tanış olmağa sövq edəcək. Münasibəti olanlar üçün ortaq bir hobbi münasibəti canlandıra bilər. Qaraciyər və bud nahiyəsindəki ağrılara diqqət edin. Yağlı qidalardan uzaq durun. Bəzi bürclərin həyatında bu həftə təmizlik vaxtıdır. Sizin həyatınızda artıq yük olan, uzaqlaşmaq istədiyiniz, amma hələ də bacarmadığınız nə isə varmı? Şərhlərdə paylaşın, birlikdə çıxış yolu kəşf edək. Növbəti bürcümüz isə Qoçdur. Hirsli və tələsik qərarlar maddi itkiyə səbəb ola bilər. İnvestisiya etməzdən əvvəl mütəxəssis rəyi alın. Həftənin ortası gözlənilməz bir xərc çıxa bilər. Sevgidə mən haqlıyam inadınız münasibətdə böhran yarada bilər. Qarşı tərəfə də söz haqqı verin. Baş ağrıları və miqren tutmaları ola bilər. Yuxu rejiminə riayət edin. Qoç bürcləri, ulduzlar bu həftə səbrinizi yoxlayır. Enerjinizi birləşdirmək üçün şərhlərə bir ürək qoyun. Görək neçə nəfərik. Əqrəb. İş yerində arxanızca danışan insanlar ifşa olunacaq. Strategiyanızı səssizcə qurun. Maliyyə baxımından cümə günü sürpriz bir qazanc gözlənilir. Münasibətlərdə tam sadiqlik gözləyirsiniz. Subaylar üçün sirli və dərin bir cazibəyə malik insanla tanışlıq var. Psixoloji gərginlik fiziki yorğunluğa səbəb ola bilər. Meditasiya sizə yaxşı təsir edəcək. Buğa. Daşınmaz əmlakla bağlı köhnə bir məsələ müsbət həllini tapacaq. Pul qazanmaq üçün yeni, daha stabil bir yol kəşf edə bilərsiniz. Rahatlıq və güvən axtarışındasınız. Evdə keçirilən vaxtlar münasibətinizi bərkidəcək. Boğaz və boyun nahiyəsində gərginlik ola bilər. Boyun idmanları edin. Oğlaq. İntizamın bəhrəsini görürsünüz. Dövlət idarələri və ya rəsmi sənədlərlə bağlı işləriniz varsa, bazar ertəsi günü həll etmək ən yaxşısıdır. Soyuqqanlı görüşünüz maraqsızlıq kimi qəbul edilə bilər.
Biraz daha səmimi olmağa çalışın. Diş və sümük ağrılarına qarşı diqqətli olun. Kalsium qəbuluna fikir verin. Əkizlər, məlumat axını çox sürətlidir. Diqqətsizlikdən pul itirə bilərsiniz. Müqavilələri imzalamazdan əvvəl mütləq 2 dəfə oxuyun. Sosial mühitlərdə ulduzunuz parlayacaq. Çoxsaylı mesajlar ala bilərsiniz, amma bir neçə nəfərə eyni anda ümid verməyin. Nəfəs yollarınız həssasdır. Təmiz havada tənəffüs məşqləri edin. Qız, işdəki detallara qapanıb əsas məqsədi unudursuz. Həmkarlarınızla mübahisə etməkdən çəkinin. Xərclərinizi mütləq siyahıya alın. Tərəfdaşınızı tənqid etmək vərdişiniz aranızda soyuqluq yaradır. Onun müsbət tərəflərini görməyə çalışın. Həzm sisteminiz həssasdır. Pəhrizinizə lifli qidalar əlavə edin. Şir, şans qapıları üzünüzə açılır. Rəhbərlik tərəfindən təqdir olunacaq, bəlkə də yeni vəzifə və maaş artımı ilə mükafatlandırılacaqsınız. 4-6 fevral tarixlərində imzalayacağınız hər hansı bir sövdələşmə uğurlu olacaq. Sevgidə isə xarizmanız pik həddədir. Münasibəti olanlar üçün yenidən aşiq olmaq həftəsidir. Subay şirlər qatıldıqları bir məclisdə talih yüklü bir görüş yaşaya bilərlər. Ürək və kürək nahiyəsinə diqqət edin. Xərçəng, ailə büdcəsi məsələləri ön plana çıxacaq. Pul xərcləməkdə qənaətcil olun. Həftənin sonunda gözlənilməz bir ailə xərci çıxa bilər. Həssaslığınız artır. Partnyorunuzun demədiyi sözləri belə hiss edəcəksiniz. Bu səmimiyyəti artırmaq üçün fürsətdir. Mədə yanmasına diqqət edin. Duyğularınızı yeməklə bastırmayın. Balıqlar, xəyalpərəstliyiniz maddi məsələlərdə sizi aldada bilər. Realist olun və qazancınızı stabil işlərdən əldə etməyə çalışın. Sevgidə isə bu həftə çəhrayı eynəkləri çıxarıb reallığa baxmağın vaxtıdır. Cütlüklər üçün ruhsal yaxınlıq həftəsidir. Ayaqlarda şişkinlik ola bilər. Ayaq vannaları sizə yaxşı təsir edəcək. Fevralın ilk həftəsi ulduzların bizə mesajı belə idi. Videonu bəyəndinizsə bəyən düyməsinə basmağı və abunə olmağı unutmayın. Unutmayın ki, hər biriniz öz həyatınızın ulduzusuz. Gələn həftə görüşənədək.